Belə bir həndəsə məsələsini nəzərdən keçirdək. ABC üçbucağında AD perpendikulyardır BC, AM bərabərdir 6, MB bərabərdir 4, BAD bucağı bərabərdir CAD bucağına və MD bərabərdir CD. Buradan bizdən BC-ni tapmaq tələb olunur. Bilirik ki, verilən bucağın bərabərliyinə görə AD tənbüləndir. Əgər tənbülən oturacağı perpendikulyarsa, onda o oturacağı yarı bölür və üçbucaq bərabər yanlı olur. Yəni, BD bərabərdir CD və MD alınır. Buradan BDM üçbucağı bərabər yanlı üçbucaq olur. Əgər biz ADB üçbucağında AB tərəfinə hündürlük çəksək, və həmin T adlandırsaq oturacaqdan, onda BT bərabərdir 2 və TM də bərabərdir 2 olar. İndi isə digər tərəfdən deməli CD x bölü 2 və BD x bölü 2 olar. Düzbucaqlı üçbucaq AD B-dən burada görə yaza bilərik ki, B D-nin kvadratı bərabərdir BT burası AB. BD'nin əvəzinə x bölü 2 yazsaq, BT 2, AB isə 10 olar. 2 vur 10 bərabərdir 20. Onda x bölü 2 bərabərdir kök altda 20. O da bərabərdir 4 var kökdə 5. Kök altında 4 var 5. Buradan da 2 kökdə 5 alınır. Onda x də bərabərdir 4 kökdə 5 olar. Bizdən də deməli x-in tapılması tələb olunacaq. X bərabərdir 4 kökdə 5. Sağ olun.